bu kainatı yaradıbsa, bu qədər dünyanın milyardlarla alimi yığılsa, bir canlı belə, mikrob belə yarada bilmirlər. Hətta bu barədə də inşallah bir gün danışacağıq. Amerikanın alimləri ilk əvvəl 5 milyon, sonra da 10 milyon mükafat qoydular ki, kim bir canlı bir nəsə yaratsın, mikroblar yaratsın, mutasiya demirik, yaratsın. Bunu yarada bilmirlər. Deməli, yarada bilmirlərsə, Uca Allah həqiqətən də elmlidir, alimdir, hər şey biləndir və Allah Teala bildirir ki, Quranı da elmlə nazil etmişdir. Və Allah Teala Quran-Kərimdə bizi, əziz izləyicilər, göyə baxmağımızı bir neçə ayələrdə bildirir ki, göyə baxaq, ibrət alaq. Allah Teala buyurur ki, və iləs-səmai keyfə rufiat. Göyə baxmırlarmı ki, necə ucaldılmışdır. Həqiqətən də Allah Teala bizi çağırır ki, göyə baxaq. Allahın yaratdıqlarını, qalaktikaları görməsək də indi teleskopla görürük. Ulduzlara, aya, günəşə baxmanla insan, ağıllı insan dərk eləməlidir ki, bunları yaradan vardır. Həmçinin Allah Quran-Kərimdə buyurur ki, وَكَأَيِّن مِّنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ. Göylərdə və yerdə Allahın varlığını və birliyini göstərən neçə dəlillər vardır ki, insanlar onların yanından üz çevirib keçirlər. 100-cü aya. Deməli, əziz izləyicilər, həmçinin bir neçə yenə Quranda ayələr var ki, Allah Teala bizə deyir ki, göylərə baxın, bizə Allah Teala misal çəkir. Amma keçən indi bir-iki hədislə demək istəyirəm ki, Əbu Musa Əl-Əşəri radiyallahu anh deyir ki, biz Allah Rəsulu ilə birlikdə məğrib namazını qıldıq, sonra dedik, burada oturub onunla birlikdə işə namazını da qılaq. Beləcə oturduq, bir müddət sonra Allah Rəsulu yanımıza gəldi sallallahu aleyhi və səlləm və dedi, hələ də buradasınız, biz dedik, ey Allahın Rəsulu, səninlə birlikdə məğrib namazını qıldıq, sonra düşündük ki, burada oturaq və işə namazını da səninlə birlikdə qılaq. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, yaxşı etmişsiniz və ya düz etmişsiniz. Yəni orada həmçinin səhabələr, hədis nəql edənlər həmişə dəqiq nəql eləsinə deyə, bəzən günlər, aylar, illər keçir, unudurlar deyə, deyir ya dedi ki, yaxşı etmişsiniz, ya da dedi ki, doğru etmişsiniz. Yəni ikisini də deyir ki, səhv eləməsin. Nəql necə var elə də Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sözünü nəql edirlər. Və sonra səhabə deyir ki, fərəfə'ə ra'səhu iləs-səmə və kənə kəthirən mimmə yərfə'u ra'səhu iləs-səmə. Sonra başını göyə qaldırdı. O, Allah Rəsulu sallallahu aleyhi və səlləm tez-tez başını göyə qaldırardı. Ardınca buyurdu, ulduzlar göy üçün bir təhlükəsizlikdir, yəni təhlükəsizlik əlamətidir. Ulduzlar göy üçün bir təhlükəsizlikdir. Ulduzlar yox olduqda göyə vəd edilən hadisələr baş verəcək. Ulduzlar yox olduqda göyə vəd edilən hadisələr baş verəcək. Bu hədisin davamı da var, amma bizə əsas burası lazımdır. Bunu da Müslim rəvayət edib, səhih hədisdir. Yəni səmaya baxıb uca Allahın yaratdığı əzəməti ulduzları düşünərdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yəni hədisdə keçdi ki, səmaya baxardı və səhabə deyir ki, o həmişə tez-tez səmaya baxardı. Bu hədisə uyğun ayəni yadıma düşüb həmişə, onu da qeyd eləmişəm ki, bunu da əziz izləyicilərə çatdır. Quranda uca Allah buyurur ki, İnnəmə tu'adun ləvaqi, sizə vəd olunan, yəni qiyamət mütləq baş verəcəkdir. Fəizən nucumu tumisət, ulduzlar sönəcəyi zaman. Və idəs-səməu furicət, göy yarılacağı zaman. Mürsələt surəsi 7-9-cu ayələr. Baxın, əziz izləyicilər, həmin hədis ilə, bu ayələrlə əvvəlki hədis arasında necə bağlılığı var idi. İndi təkrar dinləyənlər də onu bir daha baxarlar. Digər bir hədisdə deyim ki, Abdullah ibn Sələm, səhabə radiyallahu anh deyir ki, Kənə Rasulullah sallallahu aleyhi və səlləm İzə cələsə yətəhəddətü yuktiru ən yərfəə tarfəhu iləs-səmə. Allah Rəsulu sallallahu aleyhi və səlləm oturub söhbət etdiyi zaman gözlərini tez-tez göyə qaldırardı. Oturub söhbət etdiyi zaman gözlərini tez-tez göyə qaldırardı. Bu da Əbu Davud rəvayət edib və bəzi alimlər səhih ediblər. Dediyim kimi, əlbəttə ki, uca Allahın əsas hədəfi Quran-ı Kərimi göndərməkdə insanların bu dünya və axirətlərini qazanmaları üçün doğru yol göstərməsidir. Bizə orada hər bir qaydaları Allah bizə bildirib, əsas qaydaları və açıqlamalarını da sözsüz ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz hədisləri ilə açıqlamışdır. Gələcəkdə də bu barədə hədislər barədə inşallah ki, yavaş-yavaş çıxışlar deyilək Allahın izni ilə. Və ondan da əlavə dediyim kimi, həmçinin uca Allah Quran-ı Kərimdə bizi
O qədər rəhmətli, rəhimli Rəbbimiz var ki, bizə Quran-Kərimdə işarələr bildirir ki, ey insanlar, bunları da görün, bilin ki, Allah Taala'nın dediyi vəd haqqdır və həqiqətən də Allah Taala nələr deyibsə, kainatda nələr deyibsə düz çıxıb. İnşallah orada gələcək səmadan, qalaktikalardan, yerin dibindən, okeanların dibindən, ortasından, kainatdan Allah Taala nələr xəbərlər verir ki, həqiqətən də elm bunu bəziləri 18, bəziləri 19, əksəriyyəti isə 20-ci əsrdə və bəziləri 21-ci əsrdə kəşf edilib ki, Uca Allah Quran-Kərimdə deyir, elm isə bunu yeni kəşf edib. Həmin mövzunun birini danışacağıq inşallah birazdan. Və dediyim kimi Quran möcüzələri.az saytımız var ki, orada daha təfsilatla baxa da bilərsiniz həmçinin. Uca Allah Quran-Kərimdə bildirir ki, "Sənurihim ayatina fil afaqi və fi anfusihim hatta yetəbəyyənə lahum ennehul haqq." Quranın haqq olduğu onlara bəlli olsun deyə biz öz dəlillərimizi onlara həm xarici aləmdə, yəni üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında, xarici aləmdə, həm də onların özlərində göstərəcəyik. Deməli, Uca Allah bildirir ki, biz Quran haqq olduğunu bilmələri üçün kainatın xaricində, yəni yerin xaricində, həmçinin özümüzdə, öz bədənimizdə belə, özümüzdə Allah Taala elə dəlillər göstərəcək ki, biz həqiqətən inanacağıq ki, Allah, Quran Allahdandır. Və həmçinin Uca Allah buyurur ki, "Və qulil hamdulillah seyuriikum ayatihi feta'rifunaha və ma rabbuka bighafilin amma ta'malun." Ola bilər mən bilmirəm belə şeyləri. İşarə gəldi orada, əllə nəsə göstərdi mənə, TikTokun öz işarəsi. Onu bilmədim nədir. Yəni tək bloklama söhbətləri olmaz inşallah ki. Uca Allah buyurur ki, "De, həmd olsun Allaha. O öz möcüzələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir." Nəml surəsi 93-cü ayə. Baxın əziz izləyicilər, burada Uca Allah bildirir ki, o öz möcüzələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Həm Allah tanıyacaqsınız, həm Quranı tanıyacaqsınız və biləcəksiniz ki, həqiqətən bunlar haqdır, doğrudur. Böyük təfsir alimi Təbəri ən məşhur elmli tabiinlərdən olan, Məkkədən olan Mücahiddən nəql edir ki, o deyir ki, "Seyuriikum ayatihi feta'rifunaha qal fi anfusikum ve's-semai ve'l-ardi ve'r-rizq." Yəni, o öz möcüzələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Yəni sizin özünüzdə, göydə, yerdə və ruzinizdə göstərəcək. Göydə və yerdə. Təsəvvür edin ki, Mücahid 7-ci əsrdə yaşayıb, o göyü də deyir misal üçün. Amma elmini kəşf edib həqiqətən də göydə nələr görürük və həqiqətən də onun kəşflərini biz bilirik həqiqətən də. İndi isə əziz izləyicilər, əsas mövzuma keçmək istəyirəm ki, bu mövzumuz bunun üzərində qurulacaq və sonra da əziz izləyicilərdən kimlər istəyər ki, fərqi yoxdur, kimlər istəyərsə qoşulub yalnız fikrini bu mövzu ilə bağlı verə bilər. Yalnız istər irad bildirsin, istər təsdiqləsin. Bu mövzu ilə bağlı kimin sözü vararsa inşallah qoşular və öz sözünü deyər, əlbəttə ki, ədəblə, ərkanla.